Hamısı bizim balalarımız. Buyurun Erman müəllim. Bu kardeşimizin 44 gününde tam muharebesine qəhrəman şəhidlərindən Allah onu şad eləsin. Bu kardeşimiz yaşadığı bir müddətdə kənddə salih seçilən oğullardan biri oldu. Xidməti zamanında xidmət yoldaşlarının yanında hər zaman salih seçilən bir hərbiçi oldu. Allah onu şad eləsin. Səbir versin. Allah sizi böyüklükdən, maksatlarlıqdan, işləmən əksik etməsin. Allah sizi ömür versin ki, yerdə qalan balalarınıza yaşadasınız. Şad olsun şəhidlərimizə. Bizim şəhidlərimizin ruhları şad, məqamlarımızda yerdə cənnət nişan olsun. Bugünkü gündə məhz bu şəhidlərimizin başladığımız qeyrətimiz, namusumuz, vicdanımızdır. Və bugünkü gündə məhz əsl ziyarət yerlərimiz bu şəhidlərin qəbirləri olmalıdır. Tək onların ad günündə, onun günündə yox, onları hər dəqiqə, hər saniyə yad etmək, onları ziyarət etmək lazımdır. Çünki bu Azərbaycan xalqının, Azərbaycan millətinin hər bir kətin borcudur. Buna görə borcudur ki, məhz bugünkü gündə alnımız açıq, üzümüz ağrıdırsa, məhz bu uşaqların səbəbinə bizim üzümüz alnımız açıqdır. Buna görə də hər dəqiqə bunlar ziyarət olunmalıdır, bunlar anılmalıdır, bunlar heç vaxt yaddan çıxmamalıdır. Allah cəm şəhid ailələrinə, atalarına, analarına, qardaşlarına səbir, dözüm versin və can sağlığı versin. Ömrünü yar uzun olsunlar ki, evlatlarımızı yaşadılır. Sağ olun. Allah rəhmət eləsin bütün şəhidlərimizdən. Allah bütün şəhid analarına, atalarına səbir versin. Buyurun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, yerlərini cənnət məkanı eləsin. Amin. Buyurun. Cəm şəhidlərimizin ruhu şad olsun, o cümlədən Mübar balamızın ruhu şad olsun və onların valideynlərinə səbir Allah'tan arzu edirəm. Bütün şəhid ailələrinə Allah səbir versin. Allah bizi var eləsin ki, bizim balalarımız yaşayır. Vallahi mən elə hesab edirəm, ən birinci biz var olaq, biz yaşayaq və cənab prezidentimiz sağ olsun ki, var olsun ki, bugünkü gündə doğrudan da görürsən ki, cənab prezidentimizdən başqa bizə dəyər verən azdır. Var, yaxşı oğlanlar, yaxşı qardaşlarımız var. Amma ən birinci bizim cənab prezidentimiz dəyər verir. Var olsun Ali Başkomandanımız və bütün şəhid ailələri var olsun. Amin inşallah. Buyurun Sərət. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Yerləri cənnət məkanı olsun. Biz rahat yaşayıb hərlənə bilərik ki, bizim şəhidlərimizə devlətimiz qayğı göstərir. İlham Əliyev kimi Ali Cənab Başkomandanımız var. Bizə onun dəstəyi var. Cəmi şəhidlər Allah'a. Sağ olun. Buyurun. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət. Buyurun. Vüqar balamızın və Vüqar balamızın simasında bütün şəhidlərimizin məqamı ucadan ucaq olsun. Allah ruhlarını şad eləsin, yerləri cənnət olsun. Amin inşallah. Buyurun. Şəhidlərimizin ruhları şad, məkanları cənnət, məqamları ucadan ucaq olsun. Buyurun. Allah cəm şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, qazilərimizə də Allah şəfa versin. Bir daha Azərbaycan xalqının başında belə qara buludlar hərlənməsin. Allah milli ordumuzu qorusun. Amin Allah. Ata demişkən, qazilər demişkən, hamı bir ağızdan istəyərdim Bəhman üçün dua eləyərdi. Bəhmanımız çox ağır vəziyyətdədir, hər iki gözündən fəda vermiş bir igiddir, hər iki gözün və hal-hazırda xəstəxanadadır, çox ağır vəziyyətdədir. Bəli, hər ağızda bir dua var. Allah dualarınızı qəbul eləsin. Buyurun ata. Vüqar balamızın simasında Allah cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun, Allah ordumuzu qorusun, devlətimizi qorusun, xalqımızı qorusun. Bütün valideynlərin hamısına, ata-analarına Allah səbir versin. Çox sağ olun. Buyurun. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin, yerlərini cənnət məkanı eləsin, ailələrinə səbir versin. Cəmi ağır vəziyyətdə olan qazilərimizə də Allah kömək olsun, Allah şəfasını versin. Amin inşallah. Başınız sağ olsun. Buyurun.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Ailələrinə Allah səbr versin. Cəmi şəhidlərimizin məkanı ucu olsun. Məqam ucu olsun, yeri cənnət olsun. Var olasınız, sizi də günahınız qalır. Sağ olun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları şad olsun. Allah şəhidlərimizə cənnət eləsin, yerləri cənnət olsun, zərbələrimiz, dostlarının hamısının yeri cənnət olsun, qazilərimizə də can sağlığı versin. Çox sağ olun. Müdrik rəhbərimiz, uzaq görən siyasi xadim, dünya miqyaslı siyasətçi Heydər Əliyevin totalitar komünist rejim şəraitində 1970-ci, 87-ci illər dövründə qrup yaratdığı müasir müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün suverenliyi təmin edilməsi uğrunda, Azərbaycanı bütövləşməsi uğrunda və Azərbaycan xalqının, dünya Azərbaycanlılarının, Türk dünyasının, tərəqqipərvər bəşəriyyətin başına ucalıq gətirilməsi, Azərbaycan Respublikasının dünya miqyasında mövqeyinin möhkəmləndirilməsi istiqamətində müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin ən layiq davamçısı 2003-cüdən etibarən bugünümüzə, gələcəyimizə hesablanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün suveren təmin edilməsinə hesablanmış, Azərbaycanın dünya miqyasında siyasətinin mövqeyinin möhkəmləndirilməsinə, müstəqil dövlət olaraq siyasi xətt həyata keçirilməsinin, iqtisadi siyasət həyata keçirilməsinin hesablanmış siyasi xətt həyata keçirən Cənab İlham Əliyevin komandanlığı ilə həyata keçirilən 2020-ci il sentyabr 27-dən etibarən Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinin Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin 51-ci maddəsinin tələblərinə uyğun olaraq beynəlxalq hüquq normaları və prinsiplərinə əsasən Azərbaycanımızın bütövləşməsi üçün 200 il tarixi əhatə edən erməni işğalına son qoyulması, ermənilərin böyük Ermənistan yaratmaq ideyasının darmadağın edilməsi istiqamətində, eyni zamanda təcavüzkar işğalçı Ermənistanın silahlandırılması, dəstəklənməsi istiqamətində beynəlxalq erməni lobbilərinin, ermənipərəst dövlətlərin anti-Azərbaycan mövqelərinin darmadağın edilməsinə hesablanmış siyasi xəttin həyata keçirilməsi və öz təsir tanınması məqsədi ilə həyata keçirilən 2-ci Qarabağ müharibəsində əsl qəhrəmanlıq, igidlik, cəsurluq, döyüşkənlik nümayiş etdirərək Azərbaycanın üç rəhli bayrağının hər bir ərazidə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi üçün canlarını qurban vermiş hər bir şəhidimizə o gün, o cümlədən bu günləri il dönümünə toplaşdığımız Əkbər Füqar Seyidoğlu'na Allah rəhmət eləsin, Allah onların yaxınlarına, tasına can sağlığı versin, Allah səbir, cəmi şəhid ailələrinə səbir təmkin versin. Həqiqətən şəhidlərimizin Azərbaycanın müasir tarixində çox böyük rol və xidmətləri vardır. Yəni, hər bir şəhidimizin adı Azərbaycanımızın müasir tarixinə, zəfər tarixinə qızıl hərflərlə yazılmışdır. Hər bir Azərbaycanın bu cür Vüqar kimi qəhrəman oğullarının adları 21-ci əsr tariximizə Azərbaycanımızın milli qəhrəmanı, Vətən müharibəsi qəhrəmanı olaraq daxil olmuşdur. Ona görə ki, onların hər biri Azərbaycan Respublikasının konstitusiyasında, Azərbaycan Respublikasının dövlət himnində, gerbində öz əksini tapmış, qəhrəmanlıq ruhunda tərbiyə almış və müdrik rəhbərimiz Heydər Əliyevin vətənpərvərlik prinsipləri və vətənpərvərlik ruhu haqqında fəlsəfi fikirlərindən ruhlanaraq dünya ölkələrinin həll edə bilmədiyi məsələləri, yəni Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, eyni zamanda Qarabağ məsələsinin həlli ilə məşğul olan üç böyük dövlətin həll edə bilmədiyi məsələləri Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu və məqsədyönlü düşülmüş daxili və xarici siyasətinə dəstəklərini ifadə edərək 44 gün ərzində Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 4 qətnaməni 30 ildə onların həll edə bilmədiyi məsələləri 44 gün ərzində həll etmişlər. Ona görə də bunların hər biri Azərbaycanımızın tarixinə, hər bir şəhidimizin hər birinin xüsusi xidmətləri, rolları vardır ki,
Həqiqətən də onlar ona görə də Azərbaycanın müasir tarixinə milli qəhrəman olaraq daxil olmuşlar. Vətən müharibəsi qəhrəmanı olaraq daxil olmuşlar. Və dünya Azərbaycanlılarının, Türk dünyasının, tərəqqipərvər bəşəriyyətin qəhrəmanı olaraq daxil olmuşlar ki, həqiqətən 21-ci əsr tariximizdə ermənilərin böyük Ermənistan yaratmaq ideyasını darmadağın etmişlər. Yəni bunların qəhrəmanlığını araştırsaq, bir daha dərindən bunların üzərində fikirlərimizi səsləndirsək, görərik ki, həqiqətən Azərbaycanın qeyrətli oğullarının hər biri, bir daha qeyd edirəm ki, Azərbaycanımızın müasir tarixinə, 21-ci əsr qəhrəmanlıq tarixinə milli qəhrəman olaraq, vətən qəhrəmanı olaraq, əsr xalq qəhrəmanı olaraq daxil olmuşlar. Və ona görə də sonra qeyd etmək lazımdır ki, əsrin əvvəllərindən başlayaq ermənilərin Çar Rusiyasının dövründən başlamış siyasi xətti həyata keçirmək üçün, reallaşdırmaq üçün 20-ci əsrin axırlarında, yəni Qarbaçovun 1985-ci ildə hakimiyyətə gəlməsindən, onun ermənipərəst mövqedə olmasından, anti-Azərbaycan, anti-Türk siyasəti həyata keçirilməsindən və dini zəmində münaqişələr yaratmasından və SSR-nin, Sovet dövlətinin, komünist rejiminin dağılması istiqamətində həyata keçirdiyi siyasi xəttdən və eyni zamanda SSR-nin parçalanmasından sonra müstəqilliyə doğru gedən ölkələrdən biri olaraq Azərbaycanımızın müstəqilliyinin itirməsi təhlükəsi, Azərbaycan torpaqlarının Ermənistan ərazisinə birləşdirilməsi istiqamətində proqramların hazırlanmasından məlumatlı olduqlarına görə Qarbaçovun hakimiyyətindən məharətlə istifadə edərək və 1964-cü 87-ci illər arasında ermənilərin böyük Ermənistan yaratmaq ideyasının qarşısını kəsən və bu istiqamətdə onların ideoloji siyasi mübarizəsinə qarşı mübarizə aparan Heydər Əliyevin siyasi bürodan 1987-ci il 22 oktyabr tarixində vəzifəsindən kənarlaşdırıldıqdan sonra akademik Akan Bekyan ermənipərəst dövlət olan Fransanın humanitar qəzetinə müsahibə verərək bildirmişdir ki, biz Qarbaçovla razılaşdırılmışıq, Qarabağ Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməlidir və bu tür sərsəm ifadələr işlətmişdir və 88-ci illərdən başlayaraq Qarabağ ərazilərində, digər Azərbaycanın ərazilərində, sonra Qərbi Azərbaycan ərazilərində, indi iki adlandırdığımız Ermənistan Respublikası ərazisində etnik təmizləmə siyasəti, Qarabağ ərazisində etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra və Rus-Sovet qoşunlarının dəstəyi ilə Azərbaycan torpaqları işğala məruz qalmış. Yəni ki, əgərləri 87-93-cü illəri 29 oktyabr tarixə qədərki dövrüdür, yəni Qarabağın tamamilə işğal edildiyi dövrlərdə hakimiyyətdə müasir Azərbaycan dövlətinin qurucusu banisi Heydər Əliyev hakimiyyətdə olardısa, heç cürə 1-ci Qarabağ müharibəsi baş verməzdi. Ona görə də hiss edirik ki, və biz belə fikirləşirik ki, əgərləri ermənilər Qarabağı iddia qaldıranda siyasi büro qərar qəbul edərdi və siyasi büroda Heydər Əliyev siyasi büronun üzvü olaraq SSR rəhbərliyində olan şəxs olaraq siyasi büroda Qarabağ məsələsi üzrə komissiya yaradılardı və komissiyanın sədri olaraq Heydər Əliyev Azərbaycana ezam olunardı və Qarabağ məsələsi yerində həll olunar və 1-ci Qarabağ müharibəsi də baş verməz. Azərbaycan torpaqları işğala məruz qalmaz. Əksinə, Sovet dövlətinin proqramının tərkib hissəsi olduğuna görə Ermənistanın planlarının həyata keçirilməsi və anti-Azərbaycan siyasəti həyata keçirdiklərinə görə müdrik rəhbərimiz müasir Azərbaycan dövlətinin qurucusu banisi, dünyanı idarə etmə qabiliyyətinə malik olan Heydər Əliyevin siyasi bürodan kənarlaşdırılmasından sonra Azərbaycan torpaqları işğala məruz qalmışdır. Və sonraki mərhələdə Azərbaycan müstəqillik əldə etdikdən sonra isə hakimiyyətə Azərbaycanda SSR-nin o varisi olan Rusiya Federasiyasının rəhbərliyinin, hərbi siyasi rəhbərlik dəstəyi ilə hakimiyyətsizlik formalaşdırılmışdır və xalqımız müdriklik nümayiş etdirərək Heydər Əliyev müasir Azərbaycanın qurucusunu hakimiyyətə dəvət etdikdən sonra və bir sıra istiqamətdə Qarabağın işğaldan azad edilməsi istiqamətində ordu quruculuğunun Azərbaycanda ictimai siyasi sabitliyini qoruyub möhkəmləndirilməsi, beynəlxalq miqyasda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, ən əsası isə
Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq tanınması istiqamətində beynəlxalq aləmdə çox böyük əməli işlər həyata keçirilmişdir. Burada xüsusi olaraq cənab prezidentin Azərbaycanın dövlət qurucusunun xidmətlərini biz xüsusi qeyd etməliyik. Və müdrik rəhbərimizin siyasətinin davamı olaraq Azərbaycan prezidentinin uğurlu, məqsədyönlü düşülmüş daxili və xarici siyasətinin nəticəsində bugün biz bu uğurlara Vüqar Seyidoğlu kimi oğullarımızın qəhrəmanlığı sayəsində bu uğurlara imza atmışdır və cənab prezident öz çıxışlarında həmişə şəhidlərimizin vətən qarşısında xidmətlərinə çox yüksək qiymət verir, dəyər verir və bildirmişdir ki, biz əldə etdiyimiz bu uğurlara görə şəhidlərimizə borçluyuz. Onları qəhrəmanlıqda böyüdən atalara, analara borçluyuz. Düzdür, Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu məqsədyönlü düşülmüş daxili və xarici siyasət beynəlxalq miqyasda əldə etdiyi uğurların da çox böyük təsiri vardır. Ancaq ki, bütün bu uğurların, nailiyyətlərin əldə olunmasında qəhrəman oğullarımızın xüsusi xidmətləri vardır. Ona görə də bizim hər birimizin müqəddəs borcudur ki, şəhidlərimizi həmişə anaq, onların yanında olar. Və bu gün də Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün də qeyd eləmək lazımdır ki, həmişə Azərbaycanın yanında olan, ona mənəvi siyasi dəstəyini ifadə edən Türkiyə xalqına, Türkiyə Respublikasının prezidentinə biz minnətdarlığımızı bildiririk və qəzaya uğramış təyyarənin, hərbi təyyarənin qəzaya uğraması nəticəsində Türk qardaşlarımız şəhid olmuşlar. Onların ruhları qarşısında səmiyyətlə baş əyirik. Onlara Allahdan rəhmət diləyirik. Türkiyə Respublikasının prezidenti həmişə Azərbaycan'a dəstəyini ifadə etmiş hörmətli Rəcəb Tayyip Erdoğan'a öz başsağlığımızı çatdırırıq və Türkiyə xalqına da öz minnətdarlığımızı, özümüzün başsağlığımızı çatdırırıq ki, həqiqətən həmişə Azərbaycanın yanında olmuşlar. Azərbaycanın dərdini, problemini, öz problemləri kimi qəbul etmişdir və bugün də biz onların dərdini öz dərdimiz olaraq qəbul edirik və bu təyyarə qəzasından əlaqədar olaraq bir daha onlara başsağlığımızı çatdırırıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah xalqımızı qorusun, Allah Azərbaycan Respublikasının prezidenti, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, tariximizə qurtuluş dahisi, xilaskar olaraq daxil olmuş xalqımızın milli qəhrəmanı, Vətən müharibəsi qəhrəmanı Cənab İlham Əliyev qorusun. Allah bir dəfə cəmi şəhidlərimizə rəhmət eləsin, onları bu ruhda böyüdən atalara, analara can sağlığı versin, günahsını dəyişənlərə Allah rəhmət eləsin. Amin. Sağ olun. Buyurun müəllim. Bugün biz burada Toz-Turan Şəhid Ailələr Birliyi olaraq Vüqar balamızın il dönüm mərasiminə gəlmişik. Valideynlərin yanında olaraq onlara təsəlli verək. Allah səbr diləsin deyərək onların yanında olmamızı özümüzə borc bilmişik. Bu borc bugünkü gündə həyatda yaşayan hər bir Azərbaycan vətəndaşı üçün mənəvi borcudur ki, bu şəhidlərimizə hörmətlə yanaşsın, valideynlərə mənəvi dəstək üçün yanlarında olsun. Hər vaxt yanlarında olmasa, heç olmasa il dönümlərində yanlarında olmalara təsəlli vermək lazımdır. Valideynlər bunları görəndə heç olmasa bir balaca təsəlli alırlar. Bu mərd oğullar elə bir oğullar oldu ki, Azərbaycan tarixində indiyə qədər heç bir ərazi bütövlüyümüzü itirmişdik. Ərazi bütövlüyümüzü istəyirsə parçalaraq yerlənmişdik. Kimlərin sahabadarlığı sayəsində kafirlər bizim torpaqlarımızı bitirilər idi, işğaldan saxlamışdılar. 87-ci ildən sonra da Qarabağda onların muxtariyyəti var idi. Onlara toxunulmadı, onların muxtariyyətdən kənara çıxaraq muxtariyyətin ətrafında olan torpaqlarımızı da işğal edərlər. Onlar bir işğalçı kimi BMT-nin qərarıyla onları işğalçı adlandırıldılar, ancaq o BMT-nin qəbul elədiyi qərarların heç birini həyata keçirmək mümkün olmadı. 20-ci ildə Ali Baş Komandanın apardığı siyasət nəticəsində gənc oğullar, mərd oğullar, o cəsur oğulların sayəsində Ali Baş Komandanın ətrafında birləşib dəmir yolunu yaratdılar və düşmənin üzərinə hücuma keçdilər. Hücuma keçdilər, düşməni məhv elədilər. Onlar nə qədər yaralı olsalar, o yaralarını bağlayıb müharibədən çəkinmədən düşmənin üzərinə getdilər ki, torpaqlarımız işğalçılardan təmizlənsin. Çox şükür bugünkü günə ki, onların sayəsində torpaqlarımız azad oldu. Qarabağın statusu vasıl oldu, getdi. Qarabağ Azərbaycanımız oldu, Azərbaycan önlədilər. Bugünkü gündə də
Qarabağ Azərbaycanındır. Gələcəkdə də inşallah Allahın köməyi ilə olar. Bu nə qədər ki bilinməz oğullarımız var. Vüqar kimi oğulların sayəsində Azərbaycanımız həmişə bütöv olar. İnşallah qalan ərazilərimiz də işğaldan azad olunur. Ərazi bütövlüyümüz təmin olunur yəqin ki. Allah kömək olsun. Ali Baş Komandanımız var olsun. Allah onu ölkə başçılığından əksik olmasın. Var olsun. Bütün valideynlərə də hamısına səbir diləyirəm. Şəhidlərimizin ruhları şad olsun. Onları yad edilənlər də var olsunlar. Yazılar. Qazilərimizə də Allahdan şəfa diləyək. Bu xalqımıza da sülh və əmin-amanlıq şəraitində xoş günlər qismət eləsin. Bayrağımız da həmişə ölkələrin içərisində ən yüksəklikdə dalğalanmağını arzu edirəm. Sağ olun. Sağ olun.